Herkese selam, hoş gördük sizi yeni videomuzda. Bu videoda lig biraz kasmağa çalışacağıq. Hansı ki sezon təzə başlayıb. 1-2 gündür səhv eləmirəmsə. Yəni artıq qlobal çıxan oyuncular var. Yereldən hələ ki heç bir oyuncu yoxdur. Yəni bizim sevimli dəstəmizlə davam eləyəcəyik bu ligə. Hələ ki 2-ci ligin ortalarındayıq. Ən azından 2-ci lig olmağa çalışacağıq bu videoda. Deməli, bizim bu arena dəstələri adlı serimiz deyək də, həmin seri demək olar bitib. Yəni o serinin davamını gözləyənlər var idisə də, gözləməsin. Çünki həmin 19-cu arenadan sonraki desklərin hamısı eynidir. Yəni saytın özü belə necə deyirlər, 4 dənə dəstə verir. Biri Pekka Bridge'dir, 21, 22, 23, 24-cü arenalar üçün. Yəni Pekka Bridge verir, ondan sonra birim vura bilmədi, eyb yox. Mezarlıq dəstəsi verir, bir balon dəstəsi var, dondurma ilə olan. Yəni, bir də başqa dəstə var, hansı ki əvvəlki arenalarda oynadığımız dəstələrdən biridir. Yəni, ona görə onun davamını çəkməyəcəm, amma sezon indi yeniləndi deyə nerflər, bufflar, misal üçün mezarlıqdır. Əvvəlki kimi deyil, yəni əvvəl mezarlığın skeletləri hardan gəldi çıxırdı, amma indi bu dəqiqə bu təzə gələn güncəlləmənin sayəsində belirli yerlərdən çıxacaq, belə deyək. Valkürü birinci yılları səhv tutmuş ola bilərik, amma olsun. Valkürü kəs onları. Tomu tapmağa ehtiyac... Aslında yox idi da. Oxlara görə məcbur atmalı olduq. Bunu bura atsaq çetə atacaq yəqin ki. Onun üçün mən bunu bu tərəfə atıram. Çətini bu bürsi böyrə atacaq. Yəni, normalda Mega Şövalye oynayan oyuncusu maksimum nə qədər fıçının yerin bilə bilər. Deməli, yenə Tesla bu. Prosta atak kartı nə idi? Yəni, hələ ki görməmişik. Bu ehtimal atak kartı yoxdur. Elə Mega Şövalye ilə başını qarışdırır. Yıldırım çox boşuna idi. Cad ata bilər maksimum iksiri çatsa. Sənin skelet ordunda var imiş. Biz sol tərəfdən bir dənə belə atak eləyək. Valkşons da oradan gedir. Minipekka çatdırsa atacaq, yoxsa iksir qalmayıb. Sağ tərəfə dart qəşəy hasar verəcək. O Minipekka vurmaz da yəqin. Aha, əla. Ortadan Tesla. 20 saniyədə savundıq, oyunu alırıq. Bunun qabağına Mega Şövalye atacaq. Raketi onun üçün saxlayıram. Siz dib-dibə gələrsiniz. Əslində heç raketə ehtiyac yoxdur. Qoy tullansın bu ortaya. Hamısı. Öyle alır. Keçək növbəti oyuna. Atmaca. Bu nə atdı? Nəsə. Deməli. Valkürlə başlayaq. Əslində Valkürlə başlamağımız bir tərəfdən pisdir. Misal üçün, belə düzəməlli yaxın mənzil korumalar da var, amma Valkürü daha yaxşıdır. Digər yaxın mənzillərə qarşı. Onun üçün bəzən çıxartmamaqda adam çaşıb qalır ki, eləyim eləməyim, nəsə yox. Bu arada biraz agresiv raket idi, amma olsun. Hələ ki, hər şey yaxşıdır. Deməli, bu nə dəstələrdə qabağıma gəlir. Yəni, birinci elə bildim ki, mezarlıq oynayır. O, sarmaşıqlı mezarlıq. Amma sarmaşıqlı birinci oynayırmış adam. Bu arada çox iksir işlətdi. Düzdür, buna Valkür atıb saxlayacaq. Əks tərəfdən mənim iksirim olsaydı bunu basardım da. Ev yox, eyni tərəfdən basaq o Valkürün canı demək olar qalmayıb. Başqa nə ata bilərsən? Fırın ata bilərsən maksimum.
Başqa yaxın mənzili yoxdur. Minipekka. Bunu görməmişdik, bunu bilmirik. Deməli, Dart Goblinə sarmaşıq atsa, tomruk atmalıyam. Yallah. Yəni, sarmaşığı adamı defansda çıxartdırmaq daha belə yaxşıdır, nəinki atakda. Atakda sarmaşıq atanda bütün bizim defansımız pozulur. Arxadan evrimli cadı ata bilər. Onun üçün raketi hazır saxlayaq. Predikt eləyərdim bura, amma ki, lazım deyil. Raketi ona atmaq lazım deyil. Hələ ki, cadı üçün gözləyirəm. Bu ehtimal evrimli cadı əlində. Aha, yalan. Deməli, bunun qabağından binici basa bilər deyəcəkdim. Əks tərəfdən bastı, olsun. Valkürü yaxşı yerdə işlətdiyi deyərik, eynən. Sağlı sollu bir dənə atak. Bura korumalar. Əli hasar çıxartdıq. Bir raketli canı qaldı Saxpiyanın. Amma hələ 20 saniyə gözləməliyik. Bu arada Teslanı indi belə atıram. Bir kare qabaqdan. Niyə belə attım? Lan boş-boşuna raşet attım. Yox. Ən dibdən binici atanda Teslanı bu vəziyyətdə olanda görür. Bağlı olanda. Amma binici gəlsə, 2 kare arxadan atsaq belə binici Teslaya gələcək. Yəni, tam da göstərə bilmədim. Elə bir vəziyyət alınmadı. Eyb yox. Deməli, keçək 3-cü oyunumuza. Didə gəldi. Goblin yıkıcı ilə başladıq. Havan. Görək normal havandır, yoxsa anormal havan. Yəqin ki, havan skelet fıtısı olan dəstədə deyəcəm də, yox. Biraz fərqli havandır. Ola bilsin, bəlkə də yeni dəstələr çıxıb. Tomruk əlindən çıxdı. Yoxsa kuleyə vurdurmayaq. Nə olar, nə olmaz. Valkürü yalandan bəhanə olaraq attım bura. Raket. Fıçını atmağa ehtiyac yoxdur. Əslində fıçı atacaqdım. Lan. Vəziyyət biraz pisdir. Vəziyyət pisdir. O raketi atamalıydıq. Nəsə, sağa sola hasarları bölüşdürdük deyək. Düzdür, sağa çox bölüşdürdük, amma olsun. İki oyunun rahatçılığı gəldi, ona görə raketi yapışdırdım. Kəşki yapışdırmasaydım. Fıçı ilə atak eləsəydi daha yaxşı olardı. Nəysə, yox. Deməli, hələ ki adamın avcısı var. Plus oxları yoxdur. Əslində fıçını tanklayıb göndərərdim də. Hələ ki tələsmək lazım deyil. Mən qabağıma niyə belə eşləşmə gəlir? Yəni, gələn eşləşmələrin demək olar böyük bir necə deyək, hissəsi ancaq 2 dənə kiçik büyü ilə olur. Valkür, çatdıra bilmədik. İndi raket ata bilərik, 2x-ə girmişik. Düzdür, havandan indi baskı eləmək istəyər. Amma bura bir şey ata bilmirik hələ ki deyəcəkdim. Yox. Hələ ki vəziyyət o qədər də pis deyil. Əslində raket atanda adam çox qəşəng baskı eləyir. O raket atan moment biz o baskını saxlaya bilsək çox yaxşı olar. Bu arada hələ ki bir şey atmıram. Bir an bura raket atar. Sağ tərəfə bu körpüdən dart atmayın da qardaşım. Mən o boyda dart oyunçusuyam. Heç körpüdən dart atmayın. Əlindən tomruk çıxdı. 3 dənə sən kiçik büyüm var. Adam oxları kartopsu plus tomruku var deyəsən.
Sən tomruk atmağa məcburam. Yoxsa sən kulemə vuracaqsan. Vurdu. Bu arada vəziyyət çox belə kritikdir. Bura top arabası atacaq yenə, düzdür. Bir dənə havan vuruşlarını hələ ki almayaq. Olsun ama ki oyun biraz arkadadır. Yani biz bu necə defans eləyəcəyik, necə oyun alacaq mənə maraqlıdır. Bir raket atmağa bir dənə bahanəmiz var. Buradan havan basa bilər deyə Tesla atıram indidən. Bura tomruk gedər. Necə havanı vura bilməmişik mənə maraqlıdır. Tez bazar, əla. Havan deyə bilərək biraz raspada gedib. Yox, getməyib. Lan, sən necə kuleye yapışmışsan? Mümkün değildi. Yox, ben görmedim onu. Yani hemen o ayrılan moment ben Tesla atmıştım. Ola bilməzdi, ev yox. O necə kuleye baxıb mənə maraq oldu. Yani mən deyirdim FISA-da, yəni oyunu aldıq. Raketlərə 200 tane raket atsam FISA-da 3x'dir. Nəsə, ev yox. Uduzdığım eşleşmeden sonra da iksir golemi atmazsandı ve plus səhvən Valkür'lə başladık. Yani əks tərəfə. Bu arada Tesla'nı biraz bacardığım qədər geçəcəm. Buradan iksir verir, əla. Mən Goblin yıkıcı atmalıyam, yoxsa o kart bizim kulemizi aşırılacaq. Nəsə, eybi. Keşke orada Valkür işlətmək məcburiyyətində qalmasaydım, amma edə biləcəyimiz bir şey yoxdur. Kiçik büyüsü əlindən çıxmışdı əslində, onu orada göndərə bilərdim. Biraz İncilvari tilt olmuşam və yaxşı havan eşləşməsinə görə. Eybi yox. Daha sakit oynamağa çalışacağım. Kulemizə çox hasar yeməyək. Əslində hasarı burada qəbul eləmək də olar. Çünki rəqib iksir golemi oynayır. Yəni kiçik hasarlarla oynamır. Rəqib vuranda, yəni kuleye yapışanda birbaşa yapışır. Bu arada qəşəng raket. Lan qəşəng raket değilmiş də, nəsə eyb yox. Müəyyən qədər canını saldı axır iksir goleminin. Ki əlində indi bu dəqiqə şifacı var. Uy. Bunu tez bazar qoruyaq. Çünki o bizə lazımdır. Oraya yəqin ki öfkə atacaq. Sən öfkən çatma. Bu mən niyə belə eşləşmələri gəlir də, yəni qarışma. 2-3 dənə kiçik büyüləri var. Yəni mən normalda deyirəm, biri ilə kiçik büyü çıxartdırım, o birisi ilə böyük büyü qalsın, belə olsun, öyle olsun. Baxtıma da rəqiblər hamısı 2 dənə, 3 dənə kiçik büyü ilə oynayır. O da ki bizim dəstə qalır bir böyürlü. Nəsə, eyb yox. Yenə 16 səviyyə bir dənə iksir golemin savunmaq məcburiyyətindəyik. Bu arada indi adam evrimli elektro ejder də ata bilər, amma ortadan atacaq deyə. O biraz problemdir. Buradan atdı. Biz Tesla ilə bunu bıraq. Elektro ejderi var. Çarpma, bir yerdə çarpma, bir yerdə çarpma. Ala. Sağlı sollu girdik, oyunu aldıq. Çox rahat, çox profesyonel. Nəsə, havandan sonra belə bir eşləşmə udmaq çox belə rahatlatdı məni. Keçək növbəti oyunumuza, amma ki heyif o bir dənə oyunu uduzmasaydı. Bəy ehtimal lig atlamışdıq deyə düşünürəm, yox. Həmin oyunu uduzmasaydıq, indi 10-cu ligdə idik. Bunu götürək. Yenə bir dənə Yapon gəldi qarşımıza. Hər kəsin ağlına gələn o
məsələ. Normalda əslində fıçını elə başlamaq biraz səhvdir. Çünki rəqibdə kasırqa olsa hamısını düşəcək kuleyə. Ana kuleni atacaq okey də hasar verə bilməyəcək. Boş-boşuna adama ana kule aktivasyonu elətdirmiş olacaq. O da ki, elə başlamaq çox vaxt düzgün deyil, amma kasırqa ümumiyyətlə mən fikir vermişəm ki, aşağı liglərdə çox oynayan yoxdur. Düzdür. Dartı qorumaq üçün əslində Valkyrie atmışdım, adam mezarlıq oynayır. Komut səni öldürməz deyə düşünürəm. Aşağı liglərdə əsasən kasırqa oynanılmır. Bir dənə ruh çıxar. Öldürürmüş, neysə. Sənin kasırqan yoxdur, sənin zəhər plus sərməşqin var. Bir də varlı var. Eynən, yadımdan çıxmışdı. Biraz zəhər ata bilər. Görək atacaq ya. Atdı. Mezarlıq bunu alarıq. Deməli, rəqibin hal-hazırda nə ata bilər deyə düşünürdüm də. Elə bir boş atak eləyəcəyini gözləmirdim. Mezarlıq atmazsan da yəqin ki. Normal mezarlıq oynayırsansa atmazsan. Əla. Sarmaşıq ata bilər ama. Varlı yəqin ki Valkyrie tərəfə atar deyə düşünmüşdüm. Lan Valkyrie tərəf qaldı kulevi, nə inirsən? Deməli, buna ataq, zəhər atacaq deyə sağ tərəfdən atdım ki, buranın canı biraz çoxdur. Körpüdən Ramay Valkyrie eləyə bilər deyəcəkdim. Arxadan çıxmadı, qərar oldu, raket deyək bizdə. Varil gözləyirəm rəqibdən. Nəsə, normal oyuncu deyil. Onu başa düşdük. Varil də əlindən çıxdı. Sarmaşıq da əlindən çıxıb. Valkyrie əlində var. Təşkilə bilər Valkyrie-dən, amma ki Valkyrie deyirəm bayaqdan. Valkyrie yox idi bunun. 2 saatdır Valkyrie-dən qalmışam, amma bir dəqiqə Valkyrie var ya yox, mən beynim qarışdı. Nəsə, onsa oyunu aldı. Yəqin elə belə son bir yoxlama eləyəcək. 10 saniyədə, o da ki kulemizi ala bilsə. Rəqibin Valkyrie olmalıydı, yaxı səhv eləmirəmsə. Bir dənə baxın. Deyəsən də 60'da yadımdan çıxdı. Bəzən danışa çox da oyuna fokus almaq olmur. Deməli bir dənə eşləşməyə baxım. Deyirəm də rəqibin Valkyrie var idi. Yəqin ki evrimli Valkyrie idi. Səhərdən əlində saxlamışdı. O da O sıralamalı adamla qarşılaşmışıq bu arada. Dünya 24-cüsüdür. Mənim sevimli dəstəmdən oynayırıq. Deməli, Karbon AA. Dünya 24-cüsü laf belə həyəcanlandıq. Deməli, adam Logbait oynayır. Əslində Logbaitə qarşı oynamağı sevmirəm normalda bu dəstə ilə. Biraz daha düzgün oynasaq. Amma ala bilərik. Bura Valkyrie atıram. Dart Goblin ölən deyil, düzdür. Burada biraz iksirimizi qorumalıyıq. Korumalar yaxşı oldu bu arada, amma hasar vermək lazımdır rəqibə. Olsun. Hələ ki bizim vaxtımız deyil. Bura Tesla atıram, düzdür. En azından orada qaldığı müddətcə körpüdən bir şey basa bilən deyil. Biz bir dənə fake fıçı ataq. Böyle çox talihsiz oldu ama olsun. Deməli əlində tomruk var. Biz dartı düzəməli işlədə bilən deyilik. Əlindən sonra evrimli fıçı gələcək bundan sonra. Deməli o körpünü keçsə yəqin ki basar deyə düşünürəm. Mən bura tomruku çıxardıram. Buradan Valkyrie, buradan bunlar. Bir dənə çox vurdu. Eyb yox. Hələ ki hər şey qaydasındadır.
Deməli. Yəqin ki, seti atar prensesi qorumaq üçün. Buradan tomruk. Kuleye vurmursam da yəqin ki, oradan. Hər neysə, əla. Deməli, biraz iksir gözlətmək məcburiyyətindəyəm. Evrimli dart gəlir. Bura bir dənə tez bazar atak eləyək. Evrimli fıçını çevirmək üçün. Qəşəng hasar verdik. Fıç atacaq. Prenses bugün sabah ölsə əslində çox yaxşı olardı. Aha, əla, öldü. Əslində raket atardım ona, amma evrimli fıçı gəlir. Sabun, 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 sabun. Əla, əla, əla. Deməli. Hələ rəqibdən seti də gəlməlidir. Buradan ulan bunu kəsək. Evrimli fıçı əlimizdədir, amma ki evrimli fıçı ilə çox da vura bilən deyilik. Valkyra bax kuleyə. Çox qəşəng oldu. Dart öldür. Birini də vur. Çox süper. Yenə körpüdən Tesla. Fıçı. Tomruk. Olsun, olsun, olsun. Hələ də bir şansımız var. Bu arada raket ata bilərik əslində ora. Mən bura Valkyra atmaq istəyirəm. O fake fıçı çox da vuran deyil. Amma o tərəfə çox hasar yemişik. Bir onu kəssəydin, çəkə ata bilər misal üçün da. Bura bir dənə raket. Goblin yıkıcı. Tomruk. Əla. Valkyr da bura. Prenses gələ bilər körpüdən, onun üçün dart goblin. 30 saniyə qalıb, amma oyunu uduzduq. Yox kardeş, yox. Olmadı. Logbait'e karşı oynamak olmaz bu desteğiyle. Heyif. Karbon. Deməli, bizim növbəti oyun Ersin. Yəqin ki, türkdür. Məsələ yox. Başlayaq oyuna. Əslində belə yenə başlamamalıydım. Adamın kasırgası varsa biraz pis olacaq, amma kasırga yoxdursa adamlar çox vaxt buranı necə deyək, predikt eləyir. Prosta belə bilmədən kasırga olub olmadığını bilmədən belə başlamaq əslində çox da düzgün deyil. Eybi yox, adam əlindən oxları çıxartdı, tez bazar fıçını çevirək, amma bizim dəstə o qədər də sürətli deyil. Amma yenə də rəqibin dəstəsi sürətli deyil deyə düşünürəm. Bura bir dənə elə belə raket hasarı. Yəni dəstəni çevirib fıçı da ata bilərdi əslində. Prosta indi baxmalar raket 100% hasardır. Bəlkə əlində 2 dənə kiçik büyü var. Çünki mənim rəqiblərim 2 dənə kiçik büyü oynamasa oynaya bilməzlər. Deməli bunun qabağına yəqin ki Mega Şövalye zat gələcək. Biz Teslamızı ələ keçəcək. Necə fərqli bir combo elədilər. Deməli bu gedib onun dibində partlayar yəqin ki. Partla. Əla. Oxlar mən bilən dönməyib deyəcəkdim. Deyirəm. Mega Şövalye oynamasa ürəkləri partlayar. Bu gəlsin. Bunu buradan ataq. Valkyri'den ortaya çəkək. Bir də Goblin yıkıcı. Əslində biraz arkaya düşdü. Valkyri'yə bax, arxada orada dəli olub. Nəsə, oyunu aldıq deyə bilərik. Ki,
Hər an hər şey ola bilər, baxmadan Mega Şövalye oyuncusudur. Bu arada raketi buna atardım, amma Evo cadıya görə atmıram. Deməli, birinci gələr. Biraz arxaya çəkək, o büyücü vurmasın. Eynən, vurmasın. Deməli, elə belə korumaları bölürəm. Bu evrimli Mega Şövalye bezdirdi də qardaş. Defans eləmək düzdür, o qədər çətin deyil, amma 2 Mega Şövalyenin defans eləmək çətindir. Deməli, Valkyra çəkək buradan. Oy, nə oynayırsan? Bu arada əslində Tesla'nı əlimizdən çıxartmağa heç belə sevmədim, çünki birinci gəlsə cavabsız qalacaq. Amma bir dənə hasar versin, bir zəhmət. Buna oxları at. Elə belə əks tərəfdən də girəcəm. Çünki həm darta bir şey atmalıdır, həm küçəyə bir şey atmalıdır. Bu iki raketlə oyunu tamamlaya bilərik. 5 saniyə. Sol tərəfdə aldıq bu arada. Neyse, bu qədər. Oldu. Təşəkkürlər izlədiyiniz üçün. Məndən bu qədər. Görək hara kimi çıxmışıq.